Salam Əzxudat Bağçılıq səhifəsində dəyərli üzvləri hər birinizi salamlayıram. Gilas budaması artıq forma budamasıdır. Burada gördüyünüz kimi forma budaması artıq gördüyünüz kimi yan budaqları əldə etmir ki, meyvəyə otursun. Və buradan liderlərimizi seçib uc göz çöl olmaq şərti ilə kəsmişik artıq. Burada görürsünüz onu və burada da eyni şəkildə görürsünüz 4 dənə liderimizi seçdik və yan meyvə budaqlarımıza dəymirik ki, qoy meyvəyə otursun deyə. Bağla bağlı bütün xidmətlər səhifəmizdə fəaliyyət göstərir. Burada yenə gördüyünüz kimi alim qardaşla bir yerdə. 50 saat olmuş budaqdır. Meyvə budaqdır da bu. Bunlar da meyvə budaqları. İçə getməyələr. Bu içə gedir. Bu məsafəsini bax. Bu birazdan burada bu içə gedən budaq təbərəsindən. Bu məsafəyə bax. Belə budaq. Aşağıda göz bu istiqamətdə azsa bu istiqamətdə yuxarı məsələn. Məsələn gəlib yığılır buraya ilişir. Bax məsələn burada məsələn bax göz burdadır bax. Burada məsələn bax. Burada göz var, belə çox. Privot vermir. Privot vermirəm, yox. Privot belə şey deyil. Ali bir dənə zəhmət olmasa bu ağacın budamasını göstərin də mənə. Bax bu ağacın budamasını bir dənə göstər, izləyicilərimiz də görsün. Bir dənə danışa zəhmət olmasa. Başa sağ. Bax. İkinci ilə keçən ağac. Bu çıxdı, bu heç. Burada liderlər seçilir. Bəli. Bu bir. Aha. Bura bax. Lider kəsim eyni qayıqım var. Bəli. Bu üç. Üçdən lider seçildi mi? İndi maksimum daha belə bir şey olur. 4 dənə ya 5 dənə o 10 bizə qayna gedir. Bəli. Bu üç ilə. Lazım deyil. Bir dənə lider seçə bilər özümüz üçün. Aha. Bir boşluq hardadır? Burada. O da 3-cü vegetasiyada seçmək olar, amma indi seçdi yenə. Yan budaqları niyə kəsmirsən, onu dənədiyinə zəhmət olun. Meyvə budaqlarını uşaqlar görürsünüz burada. Bax, liderlərimiz seçildi və yan budaqlara ümumiyyətlə əldə edilmir ki, qoy meyvəyə otursun deyə. Bağla bağlı bütün xidmətlər, bütün məlumatlar Xudat Bağçılıqda Azərbaycanın hər bir bölgəsində xidmət göstəririk. Səhifədə nömrəmiz var. Bir dənə də gilası göstərək. Uşaqlara misal üçün bunu aldanıb. Kəsimi yuxarıdan edirlər. Bəli. Olmaz. Qabaqçı gerbovka ehtiyar. Gerbovka onun səhvi odur ki, mən paylaşmışdım video ki, boyun çox qaldırandan sonra aşağıda yan budaq olmayan, nasıl avtomatik kerbovka eləyəsən, ya da ki, aktiv gözlərdən geri dönüş eləyəsən. 2 dənə. 3. Bu qazan, söz yoxdur bizə. Bəli. Bu da 4 dənə. Bəli, doğru. Və yan budaqlara dəyilmiş ola gördüyünüz kimi. 4 dənə qol, ya 5 dənə qol. Bəli. Video kimin qarşısına çıxırsa bəyənsin, paylaşsın, kaydetsin uşaqlar. Bu qalıb, çoxlar deyə bilər ki,